Hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Deməli 3 həftədir universitetlər, yəni dərslər başlayıb və bu 3 həftədən deməli bizim dərsimiz hər gün saat 9-un yarısı başlayır, hər gün isə saat 4-də bitir. Buna görə də gün boyu demək olar ki, yəni hər gün universitetdə keçir. Həftə sonlarını isə universitet dərslərini çatdırmağa çalışdığım üçün onunla məşğul oluram. Universitetdən gəldikdən sonra isə nə qədər vaxtım varsa çalışıram ki, ancaq növbəti günün dərslərinə hazırlaşım. Buna görə də mən vlog çəkməyə vaxtım olmayıb. Ona görə son 3 həftədir səhifəmdə vlog çıxmayıb. Amma dedim ki, ən azından günlük rutinimlə bağlı bir vlog paylaşım. Burada da saat 4 idi. Dərs daha doğrusu 5-in yarısı idi artıq. Çünki yəni metro əsasına qədər mən saat 5-in yarısı olur. Və deməli mən 8 noyabr metrosundan istifadə edirəm. Bunun isə səbəbi budur ki, çünki mən Nəsim metrosunda qalıram və buna görə də universitetdən çıxıb 8 noyabra gəlirəm. Buradan Əcəmi, oradan isə Nəsimiyə keçirəm. Universitetdə günlərimiz əslində maraqlı keçir. Demək olar ki, artıq günlərimiz, yəni ümumən həyatımız universitetdə keçir. Çünki dediyim kimi gec çıxırıq, tez başlayırıq. Tənəffüslərimiz 30 dəqiqədir normalda, amma bir kafedradan digərinə gedinə qədər demək olar ki, tənəffüs tamamilə bitir. Yəni buna görə də ya tənəffüsdə dərs təkrarlayırıq, ya da digər kafedraya gedirik. Yəni bizim günlük rutinimiz belə keçir. Burada biokimiya dərsindəyik. Biokimiya dərsinin əsas mahiyyəti kimyanı biologiya ilə bağlamaqdır. Yəni bilirik ki, hər şey belə deyək. Ümumən biz onsuz da kimya ayrılıqda keçmişik, biologiya ayrılıqda keçmişik. Siz düşünün ki, artıq orqanların kimyasını öyrənirsiniz. Yəni əsasən bu formada bir şeydir. Burada o gördüyünüz qrup yoldaşımın parçalamağa çalışdığı ət idi. Çünki 2 qabda sınaq şüşəsində biz reaksiya aparırdıq. Buna görə də o əti 2-yə bölmək lazımdır. O da orada zarafat eləyirdi ki, deyir, lüks bir restoranda steak parçalayıram deyirdi. Neysə, bu da onun zarafatı. Yəni gördüyünüz kimi əslində belə deyim. Yəni bunları etdikdə biz danışırıq, gülürük. Bəzən öz halımızı özümüz lağ eləyirik, zarafat eləyirik, öz halımıza hətta əslində buna incimirik. Yəni günlərimiz belə bu formada əslində maraqlı keçir. Yəni seçdiyimiz fakültə tibb, yəni həqiqətən çox maraqlıdır, çox gözəl fakültədir. Əgər məni tibbə hazırlaşan insanlar izləyirsə, demək istəyirəm ki, həqiqətən çox böyük məsuliyyət tələb edən, çox böyük səbir, əzm, dözüm tələb eləyən bir fakültə seçmisiniz. Amma sonunda nəticəsində alacağınız bir fakültə seçmisiniz. Çox prestijli bir ixtisaslı, ixtisasların əsasıdır. Yəni əslində hər kəs öz ixtisasını ən gözəli hesab eləyir. Müəllimlər də, inşaatçılar da, mühəndislər də. Amma sizə deyim ki, hər bir insanın vəzifəsinə asılı olmayaraq ən böyük istəyi yaşamaqdır. Yaşamaq. Sağlam, bəlkə ola bilər hər hansı bir problem, necə olur olsun, hər insan sonunda yenində yaşamaq istəyir. Və yaşamaq da təbii ki də Allahın buyurduğu, yəni belə deyək, qədərlə bağlıdır, yəni alın yazısı ilə bağlıdır. Amma əgər vəziyyət ağır deyilsə, həkimlərin əlindən biləcək bir şey varsa, yenə hər bir insanın işi həkimdən keçir. Buna görə də yəni bizim vəzifəmiz çox xüsusidir, çox özəldir. Ona görə də demək istəyirəm ki, çox çətin bir yoldur. Həqiqətən çox çətindir. Çünki biz gecəmiz, gündüzümüz yoxdur, dərslərimiz çoxdur. Yəni çox vaxt gözümüz şiş olur, gözümüzün içi qanayacaq vəziyyətə gəlir. Yəni sözün düzünü desəm, çox yorğun oluruq, çox halsız oluruq. Məsələn, demək olar ki, 90%-imizin stressdən, həyəcandan saçı tökülüb. Orqanizmin müharibələrinin çoxu düzgün getmir. Bu hamısı stresslə bağlıdır əlbəttə ki, keçirdiyimiz imtahan stresslərinə bağlıdır. Amma sonunda hər birimiz sonuçta biz bunu özümüz istəmişik, həkim olmağı, insanlara yardım etməyi. Yəni insanlar həkimlərə müxtəlif pəncərələrdən, müxtəlif gözlərlə baxa bilərlər. Pis hər yerdə var. Amma bunu demək istəyirəm ki, yəni mənim ətrafımda gördüyüm, yəni çalışan uşaqlar çoxdur. Həqiqətən öz vəzifəsində yaxşı yerlərə gəlmək istəyən uşaqlar çoxdur. Burada gördüyünüz ki, reaksiya baş verdi. Yəni universitetdə elədiyimiz belə bu tipli reaksiyalar olsun, yəni öyrəndiyimiz dərslər üzrə. Bundan əlavə xəstəxanalara getdiyimiz, etdiyimiz maraqlı praktikalar olsun. Yəni bunlar hamısı xüsusi bir yeri var. Bundan əvvəl də deməli biz getmişdik kliniki bacarıqlarda xəstəxanaya və orada sırf normal xəstələrlə təmasda olmuşduq. Daha doğrusu təmasa deyim. Yəni onlarla məşğul olmuşduq. Yəni necə ünsiyyət qurmalıyıq, nələr etməliyik, məsələn gündəlik təzyiqin ölçülməsi, ürək döyüntülərinin ölçülməsi, yəni sadə şeylərdən başlamışıq. Yəni 2-ci kurs tələbələri üçün bu belə böyük bir şeydir. Amma ümumən çox mutluyuq, çox gözəl zaman keçirdirik sözün açığını desəm. Bu da mən axırda özümü çəkirəm. Yenə mən. Yəni belə. Mənim burada isə artıq başqa bir fəndiyəm. Burada normal fiziologiya fənnidir. Normal fiziologiya fənnində burada
Dərsimiz qan damar sistemi idi. Burada isə etdiyimiz hər kəs deməli hər kəsin qanını götürürdük. Hansı qan qrupu olduğunu yoxlayırdıq. Çünki bəzən ola bilər ki, sizə qan qrupunuzu desinlər, amma orada yoxlama əsnasında hər hansısa bir yanlışlıq baş verə bilər, nəysə səhv baxa bilərlər və bu zaman qan qrupunu səhv deyə bilərlər. Amma biz yoxladıq, bütün qrup yoldaşlarımızın qan qrupunu da düz demişlər. Hətta biz burada rezus amilinə də baxdıq, yəni müsbət mənfi söhbəti deyirik. Rezus müsbət, rezus mənfi dediyimiz amili də yoxladıq. Hər kəs də doğru çıxdı. Mən belə çoxlu danışanam, danışmağı, insanları güldürməyi, insanların üzə təbəssüm etməyi çox sevən bir insanam. Ona görə də bir də baxaram ki, yəni danışa-danışa getmişəm. Əslində əvvəldən videonun müəyyən bir qismlərini kəsəcəkdim. Burada da artıq bu videonun müəyyən bir bölümünü kəsmişəm. Amma sizə onu deyim ki, əgər burada 4-cü qruplar varsa məni izləyən, mənə yəni istədiyiniz suallar yorumlara yaza bilərsiniz. Mən hər birini sizin üçün cavablayaram. Bu yolun çətinliyini də, asanlığını da, nələr necə baş verdiyini hər birinin cavabını verirəm sizlər üçün. Burada bu gün dərsdən gəldikdən sonra artıq bu vlogu, bu hissələri çəkdiyimdən bir neçə gün sonra, bir həftə daha doğrusu sonradır bu hissə. Deməli, temu bağlamam gəlmişdi. Mən dərsdən gəldim, çox hasta oldum. Yataqdan beri qalxamadım. Gəlin bacım getdi götürdü mənim bağlamamı, çox sağ olsun. Bağlamamda bu kəmərdir. Kəmər əslində çox böyük deyilsən, uzun sifariş vermişəm. Amma materialı olsun belə deyək də, yəni gəlmə forması olsun, hər şey çox möhtəşəm idi də. Yəni əslində burada temuda çox münasibdir qiyməti. Amma yəni ümumən gəlmə forması çox yaxşıdır. Mən çox bəyəndim. Tövsiyə edirəm əgər almaq istəsəniz. Amma bu koftanı demək olar ki, heç bəyənmədim. Çox setka kimdir. Əslində qiyməti yüksək idi, bayağı yaxşı bir qiymət əldə etmişdim. Amma gəldikdən sonra baxdım ki, sanki setka kimidir, yəni belə necə deyim, hani çox da belə çox bəyənəcəyim, çox da bir xoş olacaq bir şey deyil. Düz özüm üçün təbii ki almamışam, bir qardaşım üçün almışam. Amma yəni baxsaz burada da görmək olur ki, yəni yaxınlaşdırıb çəkmişəm ki, görəsiniz ki, sanki setka kimidir. Yəni məncə altından mütləq mayka geyinməlidir belə koftaların, yoxsa yaxşı durmaz bədəndə. Bundan sonra isə yəni məhsul burada bu karqomda az idi əslində. Bunu mamam üçün sifariş vermişəm. Yəni bilirsiniz ki, əsas rayonunda havalar da çox isti olur. Yayda insan istəyir ki, ayağında elə bir şey olsun ki, sanki yox kimi olsun. Bunu mamam çox bəyənmişdi keçən yay. Ona görə də ona temdən bunu sifariş vurdum. Həqiqətən çox da yaxşı gəlib. Yəni görünüş olaraq, vəziyyət olaraq. Onsuz da yayda gəzməyə falan gedəndə geyinilir. Yəni məncə heç bir problem də yaratmaz, gözəldir. Rayona getsək əgər bayramda, onda sizin üçün vlog çəkəcəm. Əgər getsək, onda mamamı aparacam. Mən getməsəm belə qardaşım gedəcək, onda o aparacaq mamam üçün bunu. Bu ayaqqabılardan isə düz 3 ədəd sifariş vermişik. Həm xalama, həm xalam qızına, həm də mamama. Mamam alıb onlar üçün bunu hədiyyə aparacaq bayram üçün gedəndə. Yəni mən çıxartdım, baxdım, indi burada sizə çəkməmişəm, amma çox möhtəşəmdir, çox da bəyəndim. Yəni onların da bəyənəcəyini düşünürəm. Temu bağlamam isə bu qədər idi. Növbəti sifarişlərdə görüşərik. Burada isə daha hazırlaşdım. Yəni bu sizin üçün temu bağlamasını çəkdən sonradır bu. Hazırlaşdım. Qardaşım dedi ki, gəl düşək aşağı, biraz gəzək, biraz dincələk. Mən də belə geydim. Normal ev üçün deməyir. Yəni dəst şalvar koftalar olur. Onların şalvarından da ayağımdakı digər bir növ uyumdur, uyum. Bu da normal tişörtüm, qulaqçığım, kurtlam. Burada sizə göstəreyim ki, mənim qardaşım məndən nə qədər uzundur. Mən boyum 1.67, onun boyunu təxmin edirsiniz. Hava çox gözəl idi. Yəni normalda dərsdən gələndə o qədər üşüyürəm ki, amma burada çöldə hava o qədər gözəl idi. Çox bəyəndim havanı, yəni. Kaş həmişə belə qəşəng normal səviyyədə olsaydı. Nə istəyirəm sonra. Bu binayı isə çox bəyənirəm. Düz bizim binanın önündədir. Kaş böyle binadan da evimiz olsa. Çox istəyirəm yəni. Deməli biz əslində məscidə gedirdik. Sonra mən dedim ki, mən acam, susam, tez mənə nəsə al, yoxsa getmirəm səndən. Ondan sonra qardaşım da dedi ki, kartını verəcək, get nə istəyirsən al, təki səsinin çıxmasın. Mən də özümə meyvə şirəsi aldım. Çünki breketlərə görə qazlı içki olmaz. Daha sonra mən kekslərə falan baxırdım. Baxdım ki, əslində normalda çox sevib yeyəcəyim tipdə bir şeylər var idi. Yəni hər birini yeyərəm. Mən şirniyyatı çox sevirəm. Amma baxdım ki, bunlardan bu dəqiqə yeyə bilmərəm. Çünki dişimə problem yarada bilər. Əlimi vurdum, bərk görsənirdilər. Ona görə də almadım. Qiymətləri gördüyünüz kimi münasib idi, yəni yaxşı idi. Bu şirniyyatı isə mən ilk dəfədə görürəm. Bu üstündə bu şəkil olan şokoladlar çox görmüşəm. Əmim Rusiyadan çox gətirib bizim üçün. Amma belə bir növ 1 manat 30 qəpik idi, endirimdə idi. Amma belə bir çökəv yaxud da şokolad olduğunu, yəni o tipdə sırf o qablaşdırmada ilk dəfə gördüm. Nə zaman sağolsunasam sizlər üçün də nəticəni paylaşacağam. Belə burada əslində yəni bu market digər marketlərdən münasibdir qiymət olaraq. Amma o qədər də çeşidlər yoxdur da, yəni çox da qəşəng deyil çeşidlərdə. Amma belə ümumən əksər vəziyyətlərdə siz burada endirimlər tapa bilərsiniz çox zaman. Sadəcə tək mənfi tərəfi saat 7-dən 8-dən bağlanmalıdır bu marketin. Burada isə yolda qardaşım belə bir kalp tapdı. Mən dedim ki, gözlə tez mən izləyicilərim üçün onu çəkeyim. Sonra qardaşım onu yerə atdı, amma o da bizim arxamızdan gəldi. Deyirəm ki, yaxşı insanların qəlbini hər zaman
Hər şey hissedilir. Əslində o hiss etmir, amma neysə. Neysə işte. Sonra biz qardaşımla davam elədik yolumuza, getdik. Mənə dönər almağa. Mən dönəri çox sevirəm. Və o gün yoxladım, gördüm ki, ağzımda briketlə dönər yeyə bilirəmmiş. Ona görə dedim ki, gəl gedək yoxlayaq. Burada da bir dönərsi var. Yəni əslində üzbəüz 4-5 dənə dönərsi var burada. Mən çox maraqlı ki, onların işi burada necə gedir. Mən dedim ki, gəl gedək. Orada biri var, sırf onun çörəyi həm yumşaqdır, həm çox dadlı olur. Yəni insanın əlinin dadı deyilən bir şey var imiş həqiqətən. Burada Göygöl restoranı var. Mən keçən il ad günümü burada keçirmişdim. Burada çoxlu ağaclar var. Arasında uşaqlar üçün əylənmə mərkəzi və gözəl belə otaqlı balaca otaqlar, yəni kabinetlər var. Çox gözəldir ora. Çox bəyənmişdim oranı. Burada isə bizim məscid bizim evimizə 5-10 dəqiqəlik məsafədə yerləşir. Görsəz nə qədər maşın var idi məscidin önündə. O qədər xoşbəxt oldum ki, insanlar məscidə gəlirlər, dua edirlər, namaz qılırlar. Hətta biz qardaşımla getdik və məscidin həyətində oturduq. Biraz burada məscidi seyr elədik. O qədər xoşlayıram ki, oturub burada dua eləməyi. Bəzən isə sadəcə heç nə etmədən sakitcə durub orada dərin bir nəfəs almaq. Çünki orada olduqda özümü çox xoşbəxt hiss edirəm. Yəni orada ayrı bir mutluluq, ayrı bir huzur var. Qardaşım da məscidin həyətinə getməyi çox xoşlayır. Mən də xoşlayıram. Allah hər ikimizə bir zaman gəldiyində, yəni doğru zaman gəldiyində namaz qılmağı doğru şəkildə qismət eləsin. Amin. Arzusu olan, istəyi olan hər kəsə qismət eləsin. Mən məscidin içini çox görmək istəyirəm, amma qardaşım dedi ki, icazə yoxdur. Deyəsən, bilmirəm dəqiq icazə var ya yoxdur. Əgər bilən varsa yorumlarda yazsın. Yəni məscidin içinə girə bilərik ya yox. Burada isə dərindən bir Allah demişdim. Bu qədər xoşbəxt hiss etmişdim ki özümü. Biz içərisində qardaşım giriş yoxdur dediyi üçün biz də ətrafında belə gəzməyə başladıq məscidin. Yəni pilləkənlərdən çıxıb sırf bu hissələrində. Burada isə azan səslənməyə başladı bu. Və mən orada namaz qılmaq üçün oraya gedən insanları gördüm. O qədər xoşbəxt oldum ki, nə yaxşı belə insanlar var, nə yaxşı dinimizə qoruyurlar, sayğı duyurlar. Əsasən bunu düşlərdə görür ki, nə qədər insanlar birlikdə namaz qılırlar. Bizə də belə mənzərələr artsa çox gözəl olar. Burada iki tərəfdə bayrağımız yerləşdirilib. Bayrağımızın belə dalğalanmağı o qədər qürur vericidir ki, bu hissi tarif etmək mümkünsüzdür. Əgər bu videomu bura qədər izlədinizsə, bəyəndinizsə, məni takip etməyi unutmayın. Bir tələbəyə dəstək olmaq çox gözəl olar məncə. Hələlik.